Salam əziz şagirdlər. Bugün biz yeni riyaziyyat test toplusundan ehtimal mövzusuna aid olan test tapşırıqlarının həllinin davamına baxaq. 62-ci tapşırıq. 62-ci tapşırıqda deməli məsələnin şərti belədir ki, kinoteatrda yerlərin yerləşmə sxeminə əsasən növbəti alıcının təsadüfən seçdiyi yerin B və ya C sırasından olması hadisəsinin ehtimalını tapın. Deməli, boz rənglə bilet alınmış yerlər, ağ rənglə isə bilet alınmamış yerlər göstərilmişdir. Biz indi alınmamış yerləri saysaq, görərik ki, 21 yer alınmamışdır. Yəni 21 yer alına bilər. Bu 21 yerdən sayıb görsək, görərik ki, deməli, B-yə aid olan B yerlərinin boş yerlərində alınmamış yerlərin sayı 5. Deməli, C-dən isə alınmamış yerlərin sayı 6-dır. Deməli, o zaman ehtimal bərabərdir. 21-də 5 plus 21-də 6. Bu da bərabərdir 21-də 11. Bu ehtimalların deməli, toplanması xassəsinə aiddir. Yəni, hadisələrin cəminin tapılmasına aiddir. 63-cü məsələyə baxaq. 63-cü də bu tipli məsələdir. Yenə də deməli, burada kinoteatrda yerlərin yerləşmə sxeminə əsasən növbəti alıcının təsadüfən seçdiyi yerin B və ya D sırasından olması hadisəsinin ehtimalını tapın soruşulur. Yenə də baxırıq ki, boş yerlərin sayı 20-dir. Yəni, alınmayan yerlərin sayı 20-dir. Deməli, B-yə aid olan, B-dən alına biləcək yerlərin sayı baxsaq, deməli, 1, 2, 3, 4, 5-dir. D-dən isə alına biləcək yerlərin sayı saysaq, deməli 1, 2, 3, 4-dür. 4-dür. Deməli, B yerlərinin alınma ehtimalı 20-də 5, D yerlərinin alınma ehtimalı isə 20-də 4-dür. Və bunların cəminə baxsaq, onlar 20-də 9. O da 0,45. Cavab oldu 0,45 B variant. 62-də də variant B-dir. Burada da B-dir. Baxaq digər məsələyə. 64-cü məsələyə baxaq. Qutuda eyni ölçülü 3 qırmızı, 7 yaşıl və 20 qara kürəcik var. Deməli, cəmi qutuda neçə kürəcik var? Bunu tapsaq 3 plus 7 plus 20 olar. Bu da 30. Yəni, mümkün halın sayı 30-dur. Təsadüfən çıxarılan bir kürəciyin qara və ya yaşıl rəngli olma hadisəsinin ehtimalını tapın. Burada görürük ki, deməli, qara olma sayı 20, yaşıl olma sayı isə 7-dir. Deməli, bu zaman biz belə yaza bilərik. Yəni, ümumilikdə əlverişli hal sayı 20 və 7-dir. Ona görə ehtimalı hesablasaq belə yaza bilərik ki, yəni burada da ehtimalların cəmidir. Qaranın çıxma ehtimalı 30-da 20, yaşılın çıxma ehtimalı isə 30-da 7-dir. Buradan da olur 30-da 27. Bunu da 3-ə ixtisar etsək, 10-da 9, o da bərabərdir 0,9. Variant C variant. 65-ci tapşırığa baxaq. Qutuda eyni ölçülü 13 qırmızı, 8 yaşıl və 19 qara kürəcik var. Deməli, burada da mümkün hal sayı, yəni bizim qutudan çıxara biləcəyimiz kürələrin sayı 13 plus 8 plus 9 bərabərdir 30. Bərabərdir, deməli,
Burada 9 yox, 19'dur. 19 o zaman oldu 40. Aha. Sonra baxırıq təsadüfən çıxarılan bir kürəciyin qara və ya yaşıl olma ehtimalı. Deməli, çıxarılan kürəciyin qara olması üçün əlverişli hallar sayı 19, qırmızı olması üçün isə 13'dür. Və bu zaman biz ehtimalı hesablasaq, qaraların çıxma ehtimalı 40'da 19, qırmızının çıxma ehtimalı isə 40'da 13'dür. Bu da bərabərdir 40'da 32. Buna 8'e ixtisar etsək, alarıq 5'də 4. Və onluq kəsir vasitəsilə yazsaq 0.8. Cavab oldu B variantı. 66 nömrəli məsələyə baxaq. Bütün iki rəqəmli natural ədədləri ayrı-ayrı vərəqlərə yazaraq torbaya atıldı. Torbadan təsadüfi seçilən bir vərəqin üzərindəki ədədin 5'ə tam bölünən ədəd olması hadisəsinin ehtimalını tapaq. Bunun üçün də bilirik ki, deməli, bütün iki rəqəmli ədədlər torbaya atılıbsa, mümkün hal sayı burada nədir? 90'dır. Çünki iki rəqəmli ədədlər 10'dan 99'a qədərdir. Deməli, çıxarılan ədədin 5'ə tam bölünməsi üçün əlverişli hallar sayını tapaq. Bunun üçün deməli 5'ə bölünən ədədlər hansılardır? Baxaq. Deməli 10'dan başlayar da 5'ə tam bölünməsi üçün 10'dur, 15'dir, 20'dir və s. 95'ə qədər. Və biz bu sayı tapsaq 95 minus 10 bölək 5 plus 1. Bu da 95'dən 10 çıxsaq 85, 5'ə 17, 17'nin üstə 1 əlavə eləsək 18. Deməli, əlverişli hal sayı oldu 18. Bu zaman ehtimal bərabər olar 18'in 90'a nisbəti. O da edər 5'də 1, 5'də 1 də 0.2. C variantı. 67'yə baxaq. Bütün iki rəqəmli natural ədədləri ayrı-ayrı vərəqlərə yazılaraq torbaya atılıb. Torbadan təsadüfən seçilən bir vərəqin üzərindəki ədədin 8'ə tam bölünən ədəd olması. Yenə də burada mümkün hal 90'dır. Çünki bütün iki rəqəmlilərdən söhbət gedir. Əlverişli hal sayını tapmaq üçün isə 8'ə bölünən ədədlərin sayını tapmaq lazımdır. O da hansı ədədlərdir? Deməli 16'dır, deməli 24'dür və son olaraq 96'dır. Sayı tapsaq 96 minus 16 bölək 8 plus 1. O da 11 edər. Yəni əlverişli hal sayı oldu 11. Bu zaman ehtimal nəyə bərabər olar? 11'in 90'a nisbəti. 67'de 11'in 90'a Y variantı. Baxaq 68 nömrəli məsələyə. İki tərəfi 6 və 8, üçüncü tərəfi tam ədəd olan üçbucaqlar içərisindən təsadüfən seçilmiş birinin düzbucaqlı üçbucaq olması hadisəsinin ehtimalını tapın. Məsələn, tutaq ki, bu üçbucaqdır. Bunun bir tərəfi 6, bir digər tərəfi 8, üçüncü tərəf isə x olsun. Üçbucaq bərabərsizliyinə əsasən bilirik ki, üçüncü tərəf hansı qiymətləri ala bilər? Üçüncü tərəf deməli kiçik olmalıdır, digər iki tərəfin cəmindən böyük olmalıdır, fərqindən. Və buradan deməli üçüncü tərəfin uzunluğu 2 ilə 14 arası bir ədəd olmalıdır. İndi burada söyləyir ki, seçilmiş üçbucağın birinin düzbucaqlı üçbucaq olması. Burada x hansı qiymətlər ala bilər? X 3-dən 13'ə qədər olan qiymətləri ala bilər. Və biz buradan seçim eləsək görərik ki, düzbucaqlı üçbucaq olmaq üçün
6, 8 bu məlum tərəflərdir. Digər tərəf isə 10 olmalıdır. Yəni Pifaqor ədədləri seçməliyik biz buradan və bu da bir halda mümkündür. Deməli, əlverişli hal sayı oldu 1. Mümkün hal sayı isə 11-dir. Bunu necə tapırıq? Bunu da tapmaq üçün 13-dən 3'ü çıxıb, deməli, üzərinə 1 əlavə eləyirik. Olur 11. 11. İndi ehtimalı tapsaq, ehtimal bərabərdir 11-də 1-ə. Cavab oldu B variantı. Altmış 9'a baxsaq, İki tərəfi 5 və 12, üçüncü tərəfi tam ədəd olan üçbucaqlar içərisindən təsadüfi seçilmiş birinin düzbucaqlı üçbucaq olması hadisəsinin ehtimalı. Bu da analoji məsələdir. Yenə də üçbucağın bir tərəfi 5 olsun, biri 12, digəri x olsun. X-in ala biləcəyi qiymətlər 12 plus 5 və 12 minus 5 aralığında olmalıdır. Bu da 7 ilə 15 arasıdır. Və burada deməli x ala bilər. Burada 5'dir, 12 plus 5. Mən 3 kimi oxumuşam onu. 17 eder o zaman. Burada 17. Deməli, mümkün hal sayını tapmaq üçün deməli 8 ədədlərimiz ola bilər. Üçüncü tərəfin ala biləcəyi qiymətlər 8, 9 və s. 16 ola bilər. Və biz bu sayı tapmaq üçün 16-dan 8'e çıxıb üzərinə deməli 1 gəlsək, eləyər 9. İndi baxaq əlverişli hal sayı. Əlverişli hal sayı isə, yəni düzbucaqlı üçbucaq olmaq üçün aydın məsələdir ki, Pifaqor ədədi seçməliyik. Bu da 5'dir. 5 ilə 12 verilmiş tərəflərdir. Üçüncü tərəf isə 13 ola bilər. Deməli, buradan alırıq ki, ehtimal bərabərdir 9'da 1'ə. Çünki əlverişli hal sayı 1'dir. Bir haldır. Və ehtimal oldu 9'da 1. A variantı. Baxaq 70'ə. Narahat sözünün hərfləri ayrı-ayrı kağızlara yazılaraq torbaya atılır. Qutudan təsadüfən geri qaytarmadan ardıcıl olaraq 3 kağız seçilir. Onlardan ilk ikisinin Sait, üçüncüsünün Samit olması hadisəsinin ehtimalını tapın. Narahat sözün yazaq. Burada görürük ki, deməli, Saitləri seçsək, 1, 2, 3 Sait, 3 Sait, 4 Samit vardır. 4 Samit vardır. İndi qutudan təsadüfən geri qaytarmamaqla ardıcıl olaraq 3 kağız çıxarırıq. Onlardan ilk ikisinin Sait, üçüncüsünün Samit olması hadisəsinin ehtimalı. Deməli, bu ehtimalın bu halına uyğundur ki, ehtimalın tapılmasının bir hadisə aslı hadisələrdir. Yəni, birinin baş verməsi, digərinin baş verməsinə təsir edən hadisədir. İndi burada mümkün hal ilk öncə nə ola bilər? Yəni, burada 7 hərf olduğuna görə ilk öncə deməli 7 hal mümkündür. İndi bunlardan 3'ü Saitdir. Deməli bu zaman biz 7'dən 3'ünü çıxarda bilərik Sait olmaq üçün. Artıq birini çıxartdıq deyə yerdə 6 hal qaldı, yəni 6 hərf qaldı. Bunun Sait olma ehtimalı artıq 6'da 2 ola bilər.
Üçüncü halda isə samit çıxartmalıyıq. Artıq 2 hərf çıxdığından deməli 5 hərf qalmışdır. Və üçüncü hərfin samit olma ehtimalı 5-də 4-ə bərabərdir. Və biz bunu hesablasaq, görərik ki, deməli hesablasaq, buradan bunlar getdi, alarıq 35-də 4. 35-də 4. Cavab oldu A variantı. Yetmiş bir də oxşar məsələdir. Burada da nahamar sözüdür. Nahamar sözündə mümkün hal sayı 7'dir. Yəni 7 hərf vardır. Deməli burada sait 3, burada da sait 3, samit 4'dür. 3 sait, 4 samit hərf vardır. Qutudan təsadüfən geri qaytarmadan ardıcıl olaraq 3 kağız seçilir. Onlardan ilk ikisinin samit, üçüncüsünün sait olma hadisəsinin ehtimalını tapaq. Deməli 7-dən 4'ü samit olduğuna görə birinci halda samit çıxartma ehtimalı 7'də 4. Artıq bir hərf çıxarıldığına görə 6 hərf qalmışdır. İkincinin də samit olma ehtimalı 6'da 3. Üçüncünün isə deməli çıxma ehtimalı saitdir. Yəni sait çıxmalıdır. Ona görə sait də 3 sayda olduğuna görə saitin çıxma ehtimalı 5'də 3'ə bərabərdir. Və biz də bunu hesablasaq, alarıq 35'də 6. Cavab oldu D variantı. Baxaq 72-ci məsələyə. Bir zərə atdıqda düşən xalın 4'dən böyük və ya mürəkkəb ədəd olması hadisəsinin ehtimalı. Deməli, bir zərə atdıqda mümkün hal 6 olduğuna görə 4'dən də böyük deməli hal hansılardır? 5 və 6'dır. Deməli 2 hal var orada. 4'dən böyüyün çıxması üçün əlverişli hal sayı 2'dir. Və ya mürəkkəb ədəd olması. Mürəkkəb ədədlər hansılardır? 4'dür, bir də 6'dır. 4'dən böyük olması üçün də bir hal vardır. Və buna görə də deməli ehtimal bərabərdir. 4 xaldan böyük xalın çıxma ehtimalı 6'da 2. Mürəkkəb xalın çıxma ehtimalı isə 6'da 1 və bu da bərabərdir 6'da 3. Onu da ixtisar etsək 2'də 1 almış olarıq. Cavab oldu C variantı. Baxaq digər məsələyə. 73'ə baxaq. Bir zərə atdıqda düşən xalın 3'dən böyük və ya sadə ədəd olması hadisəsinin ehtimalı. Məsələn, baxaq bura 3'dən böyük neçə xal vardır? 4 var, 5 və 6 xalları var. Sadə ədəd olma ehtimalı. Yəni sadə ədədlər hansılardır? Sadə ədədlər bilirik ki, bir zərdə 2, 3 və 5 xallarıdır. İndi biz bunların birləşməsinə baxsaq, çünki orada 3'dən böyük və ya sadə olması deyilir. O zaman nə alarıq? Alarıq 2, 3, 4, 5, 2, 3, 4, 5, 6 alarıq. Deməli, ehtimal bərabərdir. Əlverişli hal sayı 5, mümkün hal isə 6'dır. Cavab oldu 6'da 5. D variantı.
72-ni də bu üsulla yazmaq olardı. Baxaq 74-də. 2 zəri atdıqda düşən xalın birinin 4, digərinin mürəkkəb ədəd və cəmin cüt ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, 2 zəri atdıqda düşən xalın biri 4-dürsə, digəri də cüt olmalıdır ki, həm də mürəkkəb ədəd olmalıdır ki, cəm cüt olsun. Deməli, bir zərdə də mürəkkəb xallar 4 və 6-dır. Digər mürəkkəb xalı yoxdur. Cəmi də cüt olması üçün elə bu mürəkkəb ədədlər bu şərti ödəyir. Deməli, 4 ilə 4 ola bilər, 4 ilə 6 ola bilər və 6 ilə 4 ola bilər. Yəni, əlverişli say halı burada 3-dür. Bu zaman ehtimal nəyə bərabərdir? Bilirik ki, 2 zəri atan zaman mümkün hallar sayı 36-dır. Cavab olur 36-da 3. O da ixtisar getsə 3-ə 12-də 1 olmuş olar. Y variantı. Baxaq 75-ə. 2 zəri atdıqda düşən xalın biri 6, digəri mürəkkəb ədəd və cəmin cüt ədəd olması hadisəsinin ehtimalı. Yenə də burada mümkün hal 2 zəri atdıqda hər zaman 36-dır. İndi əlverişli hal saylarını tapaq. Deməli, xalın biri 6-dırsa, digəri 4 ola bilər. 6 ilə 6 ola bilər və 4 ilə 6 ola bilər. Deməli, burada da mümkün hal sayı 36, əlverişli hal sayı 3 oldu. Ehtimal bərabərdir. 36-da 3. 12-də 1. Cavab oldu C variantı. Baxaq digər məsələyə. 76-ya baxaq. A çoxluğun elementlərinin sayı 15. Bunu NA bərabər 15 kimi yazaq. B çoxluğun elementlərinin sayı 10. NB bərabər 10. Onların ortaq elementlərinin sayı isə 5-dir. Yəni, N, A ilə B-nin kəsişməsindəki elementlərin sayı 5-dir. Bu çoxluqların birləşməsindən təsadüfən götürülən bir elementin ortaq element olması hadisəsinin ehtimalı. İndi biz ilk öncə tapaq ki, yəni mümkün hal sayı nə qədər ola bilər? Yəni, bu çoxluqların birləşməsində neçə ədəd element ola bilər? Bu sayı tapmaq üçün məlum düstura əsasən 15 plus 10 minus 5 kimi yaza bilərik. Bu da bərabər 20 olar. İndi isə baxaq, deməli, bu elementin ortaq element olması ehtimalını tapmaq üçün ortaq da bilirik ki, ortaq element sayı 5-dir. Yəni, əlverişli sayı 5-dir. O zaman 5-in 20-yə nisbətini tapmaq lazımdır. Bu da olar 4-də 1. Cavab oldu B variantı. Baxaq 77-yə. A çoxluğun elementlərinin sayı 17, deməli NA 17. B çoxluğun elementlərinin sayı 23. Onların ortaq elementlərinin sayı isə 8-dir. Birləşmədə bu zaman element sayı olar 17 plus 23 minus 8. O da edir 32. Əlverişli hal sayda deməli ortaq element olmaq üçün 8-dir. Ehtimal bərabərdir. 8 bölünsün 32. Bu da bərabərdir 4-də 1. D variantı. Baxaq 78-ə. 2 zər və 2 dəmir pul eyni zamanda atılır.
Zərlərin hər ikisində cüt ədədin, dəmir pulların isə hər ikisində rəqəm üzünün düşməsi hadisəsinin ehtimalını tapın. Deməli, zərlərin hər ikisində cüt ədədin. Zərlərin hər ikisində cüt ədədin düşməsi üçün deməli hansı əlverişli hallar ola bilər? Ola bilər 2 ilə 2, 2 ilə 4, 2 ilə 6. Başqa ola bilər. Deməli 4 ilə 2, 4 ilə 4, 4 ilə 6, 6 ilə 4 və 6 ilə 6. ilə 2, 2 ilə 4, 2 ilə 6. Burada 6 ilə 2-ni yazaq. 6 ilə 2, sonda 6 ilə 6. Yəni ki, 2 deməli zəri atan zaman zərlərin hər ikisinə cüt ədədin düşməsi üçün əlverişli hal sayı 9-dur. İndi isə baxaq, 2 dəmir pulu eyni zamanda atanda deməli, hər ikisində rəqəm üzün düşməyi. Deməli, biz 2 dəmir pulu atarkən hansı hallar baş verə bilər? Hər ikisinə xəritə ola bilər, xəritə üzü düşə bilər. Birində xəritə, birində rəqəm, sonra isə digərində rəqəm, digərində xəritə və hər ikisində rəqəm üzü düşə bilər. Hər ikisində rəqəm üzü düşə bilər. Deməli, buradan son olaraq ehtimalı belə hesablaya bilərik ki, xəritə rəqəm üzünün də düşmək üçün, hər ikisinə rəqəm üzünü düşmək üçün əlverişli hal sayı 4/1-dir. Çünki 4 haldan birində rəqəm düşə bilər, hər ikisinə rəqəm üz düşə bilər. Deməli, ehtimal bərabərdir. 36-da 9 vurulsun 4/1. O da bərabər oldu 16-da 1. Variant oldu. C variant. Baxaq 79-a. Burada da 2 zər və 2 dəmir pulu eyni zamanda atılır. Zərlərin hər ikisinə tək ədədin, dəmir pullarının isə hər ikisinə rəqəm üzünün düşməsi hadisəsinin ehtimalı. Artıq bilirik ki, 2 dəmir pul atarkən rəqəm üzünün düşmə ehtimalı 4/1-dir. İndi 2 zərdə hər iki deməli zərdə tək ədədin düşməsi hallarını axtaraq. Bunlar hansılardır? 1 ilə 1, 1 ilə deməli 3, 3 ilə 1, 1 ilə 5, 5 ilə 1, sonra 3 ilə 5, 5 ilə 3, sonra 3 ilə 3, bir də 5 ilə 5. Saysaq, deməli 9 hal oldu. 9 hal. Deməli, bu zaman ehtimal bərabərdir. Deməli, hər iki zərdə tək xalın düşməsi üçün əlverişli hal 9 olduğuna görə ehtimal oldu 36-da 9. Dəmir pulları atan zaman isə hər ikisinə rəqəm üzünün düşməsi hadisəsinin ehtimalı isə 4/1-dir. Və buradan ehtimalların hasilinə baxsaq, alırıq ki, yenə də 16-da 1. Cavab oldu A variant. Baxaq 80-ə. İlk 145 natural ədədin içərisindən təsadüfən seçilmiş bir ədədin 5-in 3 rəqəmli bölünəni olması hadisəsinin ehtimalı. Aydın məsələdir ki, deməli,
Mümkün hal sayı 145'dir. Söhbət 145, ilk 145 ədəddən gedir. Mümkün hal sayı 145'dir. İndi əlverişli hallar sayını araşdıraq. Deməli, bu ədədlər içərisində 5-in 3 rəqəmli bölünənləri lazımdır. Bu da 100-dən başlayır. 100'dür, 105'dir. Son olaraq 145'dir. Və biz bu sayı tapmaq üçün 145'dən çıxaq 100'ü, bölək 5'ə və üzərinə 1 əlavə edək. Bərabərdir. 145'dən 100 çıxsaq 45, 45'i 5'ə 9, üzərinə 1 əlavə eləsək 10 olar. Bu zaman deməli ehtimal bərabərdir. 10 bölünsün 145. Bunu da ixtisar eləsək 5'ə. 2 bölə 29. Cavablara baxsaq B variantı. Səksən birinci məsələyə baxaq. İlk 160 natural ədəddən təsadüfi seçilmiş bir ədədin 4'ün 3 rəqəmli bölünəni olması hadisəsinin ehtimalı. Mümkün hal sayı 160. Əlverişli hal saylarına baxsaq 4'ün bölünəni olmaq üçün 100'dən başlayırıq 160'a qədər. Yəni əlverişli hal sayını tapmaq üçün bu sayıları tapaq. 160'dan 100'ü çıxırıq. Bölürük 4'ə və üzərinə 1 əlavə edirik. Alırıq 16. Deməli ehtimal bərabər olar. 16 bölünsün 160. O da edər 10'da 1. Cavab oldu B variantı. Baxaq 82-ci tapşırığa. 12 nəfərlik qrupda 7 nəfərin kütlələrinin ədəd ortası 19, digərlərinin kütlələrinin ədəd ortası 13 olarsa, həmin 12 nəfərin kütlələrinin ədəd ortasını tapın. Bu statistikaya aid bir məsələdir. Deməli 12 nəfərdirsə, 7 nəfərin kütləsinin ədəd ortası 19 olarsa, bu 7 nəfərin kütlələri cəmini S7 ilə işarə etsək, onlar 7 vurulsun 19. Bu da bərabərdir 133. Yedi nəfərin kütləsinin ədəd ortası 19'dursa, yerdə qalır 5 nəfər. 5 nəfərin də kütlələri cəmi olar 5 vurulsun 13. 65. İndi isə bu 12 adamın kütlələrinin ədəd ortasını tapaq. Bunun üçün 133 ilə 65'i toplayırıq və 12'yə bölürük. Bu da 198 bölünsün 12 edər. Bu da bərabərdir 16,5. 16,5 edər. 83 də oxşar məsələdir. 20 nəfərdir. 8 nəfərin kütləsinin ədəd ortası 15'dir. 8'i vururuq 15'ə. Bunların kütlələri cəmini tapmaq üçün olur 120. Digər isə 12 nəfər qaldı. 12 nəfərin də kütləsinin ədəd ortası 16 olduğuna görə kütlələr cəmi 12 vur 16. 192 edər. Və bu 20 adamın kütləsinin ədəd ortasını tapmaq üçün 120 ilə 192'ni toplayıb bölərik 20'yə. Bu da bərabərdir 312 bölünsün 20 bərabərdir 15,6. Səksən dörd də bu tipli məsələdir, oxşar məsələdir. Ona görə deməli
Burada hətta deməli 3 hissədən ibarətdir. Baxaq, onda buna da baxaq. Deməli 5 ədədin ədəd ortası 12-dir. Deməli 5 ədədin cəmini tapmaq üçün 5-i vururuq 12-yə, olur 60. 17 ədədin ədəd ortası 20-dir. 17-ni vururuq 20-yə, 340. 8 ədədin ədəd ortası isə 40-dır. 8-i vururuq 40-a, 320. Və bu deməli ədədlərin ədəd ortasını tapmaq üçün, bu 30 ədədin ədəd ortası tapmaq üçün bunları toplayırıq. Yəni 60, 340 və 320-ni toplayıb 30-a bölürük. Bu da edər 720 bölünsün 30 bərabər olar 24-ə. Baxaq 86-cı tapşırığa. Deməli, A çoxluğunun elementlərindən istifadə edərək rəqəmləri müxtəlif və 6 rəqəmi ilə başlayan neçə 3 rəqəmli ədəd yazmaq olar? 3 rəqəmli ədəd yazmalıyıq. Son ədəd 6 ilə qurtarmalıdır. 6-nı bura spotlayaq. Deməli, A çoxluğunda 8 element vardır. 8 element vardır. Burada 6 rəqəmi ilə deməli çoxluğun elementlərindən istifadə edərək rəqəmləri müxtəlif və 6 rəqəmi ilə başlayan 6 rəqəmi ilə başlayan deyir burada. O zaman biz 6-nı bura yazırıq. 6-nı bura yazdıqsa, yəni 8 ədəddən birini yazdıq birinci yerə, yəni bir ədəd 6 ilə başladığına görə ancaq hamısı elə bil bu 3 rəqəmli ədədlər 6 ilə başlamalıdır. Yəni birinci rəqəmə 6-dan başqa heç nə yazmaq olmaz. 6-nı spotlayırıq birinci rəqəmin yerinə. Digər 2 xanıya isə qalan ədədlərdən yazmaq lazımdır. Qalan ədədlərin sayı isə 7-dir. O 7 ədəddən burada ikinci yerdə neçə hal mümkündür? 7 hal. Üçüncü yerdə isə 6 hal mümkündür. Bu zaman biz bu 6-ya baxmırıq. 7 ilə 6-nın hasilinə baxırıq. 42. Yəni 42 sayda bu şərti ödəyən 3 rəqəmli ədəd yazmaq olar. Baxaq 87-yə. Deməli, çoxluğun 7 elementi var. Elementlərdən istifadə edərək rəqəmləri müxtəlif və 4 rəqəmi ilə bitən neçə 3 rəqəmli ədəd yazmaq olar? Yenə tutaq ki, bu 3 rəqəmli ədədin işarəsi olsun. Sona biz yaza bilərik 4-ü. Çünki orada deyir ki, 4 rəqəmi ilə bitsin. Qaldı yerdə birinci və ikinci rəqəmlərin yeri. Birinci yerə biz 6 halda baxa bilərik. Yəni 7 rəqəm olduğuna görə 4-ü oradan çıxardıb 3-cü xanaya yazdığımıza görə yerdə qalır 6 rəqəm. Birinci halda, birinci yerdə 6 halda rəqəm yaza bilərik. Sonra isə artıq qalmışdır 5 ədəd. İkinci xanaya isə 5 halda rəqəm yaza bilərik. Ona görə oldu 30. Yəni 30 sayda bu şərti ödəyən 3 rəqəmli ədəd yazmaq olar. 88-ci tapşırığa baxaq. Deməli, verilmiş natural ədədlərin artan sıra ilə düzülüşü göstərilmişdir. Bu sıranın medianı 20 olarsa, x, y hasilinin ən böyük qiymətini tapın. Artan ədədlərə sırası verilib. 4, 11'dir, 18, x, y, 23, 23, 23. Belə bir 8 elementli ədədlər sırası verilib. Və bu sıranın medianı 20'dir. Bilirik ki, ədədlər sırasında ədədlərin sayı cüt sayda olduqda
median ortada duran iki ədədin ədədi ortasına bərabərdir. Yəni cəminin yarısına bərabərdir. Və bu da 20 olduğuna görə x plus y cəmi 40-a bərabər olar. İndi bu sırada medianın 20 olduğuna görə x, y hasilinin ən böyük qiymətinin tapılması soruşulur. Deməli, iki ədədin hasili o zaman ən böyük qiyməti alır ki, onlar bərabər olsunlar. Və bunlar bərabər olarsa, hər biri 20-yə bərabər olar. Deməli, bu zaman hasilin ən böyük qiyməti 20 vur 20 bərabər 400 olmuş olar. Ən böyük hasil. 89-cu tapşırığa baxaq. 89-da da elədir. Verilmiş ədədlər ardıcıllığıdır. Artan sırada verilib. Və 10 ədəd vardır. Deməli, burada da x, y ortada duran iki ədəddir və bunların cəminin yarısı 13'dür. Buradan x, y cəminin 169, 26 olduğunu alırıq. 26 və buradan da deməli x və y-in bərabər olduğunu götürsək, hər biri 13 olar. Hasil də bu zaman 13'ün hasilinə bərabər olar və bu da bərabərdir 169. Deməli, ən böyük hasil 169 olmuş olar. 90'a baxaq. Nazlı'nın 21 bədii, 15 elmi kitabı var. O kitablarının 11'ini sattıktan sonra qalan kitablar arasından təsadüfi bir kitab seçdi. Bu kitabın bədii kitab olması hadisəsinin ehtimalı 5'də 3 olarsa, neçə bədii kitab satılıb? Tutaq ki, x bədii kitab var. Daha doğrusu tutaq ki, x bədii kitab satılıb. Çünki deməli 21 bədii kitab var. Tutaq ki, x satılıb. Onda qalan bədii kitabların sayı, qalan bədii kitab sayı olar 21 minus x. Qalan elmi kitab sayı. Qalan elmi kitab sayı isə bu zaman 11 kitab satılıb, bilinmir ki, bunun neçəsi bədiidir, neçəsi elmidir. Ona görə də tutaq ki, x dənəsi bədii kitabdır. O zaman elmi kitablardan da qalanın sayı satıldıktan sonra 15 minus deməli 11 minus x olar. Bu da bərabərdir 4 plus x. Deməli, qalan elmi kitablarında sayı 4 plus x-dir. Bu kitabın bədii kitab olması hadisəsinin ehtimalı 5'də 3'dür. İndi biz qalan ümumi kitab sayını tapaq. Qalan ümumi kitab sayı 21, cəmi 21 plus 15 bərabər 36 kitabdır. Bu 36 kitabdan da 11'i satılıbsa, deməli yerdə 25 kitab qalıb, satılmamış. Deməli, qalan ümumi kitab sayı, işarə edək belə, qalan ümumi kitab sayı. Onlar 21 minus x plus 4 plus x. Qalan ümumi kitap sayı budur və bunların cəmi 25'e bərabərdir. İndi satılan kitabın bədii kitab olması hadisəsinin ehtimalı 5'də 3 olduğuna görə 21 minus x-i bölsək 25'e, çünki mümkün hal sayı 25'dir.
əlverişli hal isə 21 minus x-dir. Bu bərabər olar 5-də 3-ə. Və buradan da bu tənliyi həll etsək, 105 minus 5x bərabər 75 olar. Buradan da 5x bərabər 30, x olar 6. Deməli, 6 ədəd bədii kitab satılmışdır. 6 ədəd bədii kitab satılıb. Baxaq digər məsələyə. 91-ci məsələyə baxaq. Xaqaninin 24 bədii, 14 elmi kitabı var. O kitablarının 18-ni satdıqdan sonra qalan kitablar arasından təsadüfi bir kitab seçildi. Bu kitabın bədii kitab olma hadisəsinin ehtimalı 5-də 4 olarsa, neçə bədii kitab satılıb? Deməli, 24 ilə 14-ü toplasaq, alarıq 38 kitab. Cəmi 38 kitabdır və bu 38 kitabdan 18 kitab satılıb. Qalıb 20 kitab. Deməli, tutaq ki, bədii satılmış, bədii kitabın sayı x-dır. Bədii kitabın sayı x-dır. Onda bunun bədii kitab olma hadisəsinin ehtimalı 5-də 4 olduğuna görə belə yaza bilərik. 24 minus x bölünsün 20 bərabərdir 5-də 4. Buradan da tənliyi həll etsək, 120 minus 5x bərabər 80. 5x bərabərdir 40. X bərabərdir 8. Deməli, 8 bədii kitab satılıb. Baxaq digər məsələyə. 92 nömrəli məsələyə baxaq. Cədvəldə rəqs dərnəyində məşğul olan şagirdlərin müxtəlif yaş qrupları üzrə sayı verilmişdir. Bütün şagirdlər arasından təsadüfi seçilmiş bir şagirdin 11 və 12 yaş qrupuna aid oğlan və ya 9-10 yaş qrupuna aid qız olması hadisəsinin ehtimalını tapın. Deməli, ilk öncə baxaq, şagirdlərin ümumi sayını tapaq. 9, 3, plus 11, plus 7, plus 8, plus 2 bərabərdir 40. Yəni, şagirdlərin ümumi sayı 40-dır. İndi bütün şagirdlər arasından təsadüfi seçilmiş bir şagirdin 11-12 yaş qrupuna aid oğlan. 11-12 yaş qrupuna aid oğlan sayı 7 olduğuna görə deməli, bunun oğlan olma ehtimalı olur 40'da 7. 40'da 7. Digərinin isə 9-10 yaş qrupuna aid olan qrupdan qız olması hadisəsinin ehtimalı. Bu da bu şərti ödəyən qızların sayı 9 olduğuna görə olur 40'da 9. Bu da bərabərdir 40'da 16. İxtisar etsək 5'də 2 almış olarıq. Bu da bərabərdir 0,4. %93'ə baxaq. Bu da oxşar məsələdir. Burada da deməli rəqs dərnəyində məşğul olan şagirdlərin müxtəlif yaş qrupları üzrə sayı verilmişdir. Bütün şagirdlər arasından təsadüfi seçilmiş bir şagirdin 9-10 yaş qrupuna aid qız və ya 13-14 yaş qrupuna aid oğlan olması hadisəsinin ehtimalını tapmalıyıq. Yenə şagirdlərin sayını tapaq, ümumi sayını. Deməli, təsadüfi seçmiş bir şagirdin 9-10 yaş qrupuna aid qız olması ehtimalı olur bu zaman 40'da 9.
13-14 yaş qrupuna aid olan oğlan olma ehtimalı isə olur 40-11. Və biz bu ehtimalların cəminə baxsaq, olar 40-20. Bu da bərabərdir 2-1. Olur 0,5. Baxaq 94-cü məsələyə. Bilik yarışında iştirak edən komandaların say tərkibləri diaqramda verilmişdir. Bütün iştirakçılara eyni vaxtda verilən 3 sualdan birincisinə ikinci komandadan oğlanın, ikincisinə üçüncü komandadan oğlan və üçüncüsünə birinci komandadan qızın cavab verməsi hadisəsinin ehtimalını tapın. Tapaq görək, burada cəmi neçə şagird vardır? Deməli, birinci komandada 3 oğlan, 7 qızdır. Cəmi 10 nəfər var. İkinci komandada 4 qız, 4 oğlan, 8 nəfər şagird var. Üçüncü komandada isə 7 oğlan, 3 qız, 10 nəfər şagird var. Cəmi 28 nəfər şagird var. Deməli, ehtimalı tapmaq üçün birinci suala ikinci komandadan oğlanın cavab verməsi ehtimalı olur 28-də 4. Çünki ikinci komandada 4 oğlan var. İkinci sualı isə üçüncü komandadan oğlan. Üçüncü komandada da 7 oğlan var. Olur 28'də 7. Üçüncü suala isə birinci komandadan qızın cavab verməsi ehtimalı olur 28'də 7. İndi bunları hesablasaq, olar 112'də 1. Cevap oldu 112'də 1. Baxaq 95-ci məsələyə. Bilik yarışında iştirak edən komandaların say tərkibləri diaqramda verilmişdir. İştirakçılara verilən 3 sualdan birincisinə ikinci komandadan oğlanın, ikincisinə üçüncü komandadan qız və üçüncüsünə birinci komandadan qızın cavab verməsi hadisəsinin ehtimalını tapaq. Şagirdlərin cəmini tapaq. Görək cəmi neçə şagird iştirak edir. Deməli, birinci komandada 6 nəfər şagird var. İkinci komandada 3 nəfər şagird var. Üçüncü komandada isə 11 nəfər şagird var. Cəmi 20 nəfər şagird. İndi bu ehtimalları tapsaq, iştirakçılara verilən suala birincisinə ikinci komandadan oğlanın, üçüncü komandadan qız, üçüncüyə də birinci komandadan qız. İndi biz diaqrama baxarkən bunları belə yaza bilərik. 20'də 2 vurulsun 20'də 5 vurulsun 20'də 5. Bu da bərabər olar. İxtisar aparsaq, 160'da 1 almış olarıq. Baxaq 96-cı məsələyə. Diaqramda İbrahimin bir həftənin 6 günü üzrə dərs oxumağa sərf etdiyi saatların miqdarı göstərilmişdir. Dərs oxumağa sərf olunan saatlar üçün cədvəli doldurun. Deməli, baxırıq. Birinci gün sərf elədiyi vaxt 4 saatdır. İkinci gün sərf elədiyi vaxt 2 saatdır. Üçüncü gün 3 saatdır. Dördüncü gün 5 saat. Beşinci gün 2 saat.
və 6-cı gün 4 saatdır. Deməli, bunları artan sırada düzək, medianı tapmaq üçün. Bu şəkildə yazaq. Və buradan görürük ki, median 3 deməli 3 ilə 4-ün cəbinin yarısıdır. Çünki ədədlərin sayı cütdür. 3 ilə 4-ü toplayırıq, 2-yə bölürük. 3/5. Modanı tapaq. Moda olur. Burada ən çox təkrarlanan 2 və 4-dür və hər birinin sayı eyni sayda olduğuna görə moda 2 modalıdır bu. 2 və 4-dür moda. Deməli, ən böyük fərq 3'dür. Çünki ən böyük 5'dir, ən kiçik 2'dir. Bu da 5 ilə 2'nin fərqi 3 edər. Ədədi ortanı tapsaq, ədədi orta. Deməli, bunların cəminin sayına nisbətidir. Bunları toplasaq 20 alarıq. 20 deməli 9, 14, 14'ün də üstünə 6, 20, 20'dir. 20'ni bölək 6'ya. Bunu da ixtisar etsək 3'də 10 bərabər olar 3/3'də 1. Ədəd orta oldu 3/3'də 1. Yəni bunları cədvəldə də yazsaz, hər birini cədvəldə siz yaza bilərsiniz. Yəni bu şəkildə göstərək. Bura ədəd orta, moda, median, ən böyük fərq. Deməli, ədəd orta oldu 3/3'də 1. Moda oldu 2, 4. Median 3/5. Ən böyük fərq isə 3. Yəni bu şəkildə cədvəli tamamlaya bilərsiniz. Baxaq 97'yə. Diaqramda Bilalın hər həftənin 6 gün üzrə dərs oxumağa sərf etdiyi saatların miqdarı göstərilmişdir. Bu saatları qeyd edək və artan sırayla yazsaq, günlər üzrə saatları bu şəkildə olar. Deməli, burada cədvəli çəkək. Ədəd orta, moda, median və ən böyük fərq. Gördüyümüz kimi görürük ki, moda burada 2'dir. Ən çox təkrarlanan ədəd 2'dir. Median 2 ilə 4'ün cəminin yarısıdır. Yəni 6'nın yarısıdır 3. Ən böyük fərq 5 ilə 2'nin fərqidir 3. Ədəd orta isə bunların cəmini deməli 6'ya bölməliyik. Cəm də 20 edir. Deməli 20'ni bölsək 6'ya yenə də alarıq 3/3'də 1. Ədəd orta oldu 3/3'də 1. Bu şəkildə olar. Baxaq 98-ci məsələyə.
Torbada üzərində bütün iki rəqəmli ədədlər yazılmış oyun daşlarından təsadüfi biri seçilir. Seçilən ədədin 24-dən kiçik sadə ədəd və ya 53-dən böyük 10-a bölünən ədəd olması hadisəsinin ehtimalını tapaq. Deməli, bütün iki rəqəmli ədədlər olduğuna görə mümkün hal sayı 90-dır. Seçilən ədədin 24-dən kiçik sadə ədəd olması. 24-dən kiçik sadə ədəd 11-dir. İki rəqəmli ədədlərin içərisindən olmalıdır. 13-dür, 17, 19 və 23-dür. Yəni, burada 5 hal mümkündür. 53-dən böyük olması üçün isə 60-dır, 70, 80 və 90. 53-dən böyük 10-a bölünən. Bunlardır. Burada da 4 hal mümkündür. Bu zaman ehtimal 90-da 5 plus 90-da 4 bərabər 90-da 9 olar. Bunda 9-a ixtisar etsək, 10-da 1 alarıq. Onluq kəsrlə ifadə eləsək, 0,1. Baxaq 99-a. Bir zər ardıcıl olaraq 2 dəfə atılır. Zərin üzərinə birinci dəfə düşən xalın ikinci dəfə düşən xaldan 3 vahid böyük olması hadisəsinin ehtimalını tapın. Bu zaman hansı hallar mümkündür? Ola bilər 4 ilə 1, 5 ilə 2 və 6 ilə 3. Deməli, bu zaman ehtimal nə olar? Zərin üst üzə birinci dəfə düşən xalın ikinci dəfə düşən xaldan 3 vahid böyük olması hadisəsinin ehtimalı. Bu zaman deməli 3 hal olduğundan 6-da 3 vurulsun. 6-da 1 yaza bilərik. Bu da bərabər olar 12-də 1-ə. 100-ə baxsaq, 100-də də analoji məsələdir. Bir zər ardıcıl olaraq 2 dəfə atılır. Zərin üst üzünə birinci dəfə düşən xalın ikinci dəfə düşən xaldan 4 vahid böyük olması. Bu da hansı hallardır? 4 ilə 1 ola bilər və 6 ilə 2. Deməli, bu zamanda ehtimal olar 6-da 2 vurulsun 6-da 1 bərabərdir 18-də 1 olar. Baxaq digər məsələyə. 101-ə baxaq. Deməli, A çoxluğun elementlərinin sayı 18, B çoxluğun elementlərinin sayı 12-dir. Onların ortaq elementlər sayı 5-dir. AB çoxluqlarının birləşməsindən təsadüfən götürülən bir elementin B çoxluğunda olması hadisəsinin ehtimalını tapın. Deməli, bu çoxluqda cəmi elementlərin sayı olar 18 plus 12 minus 5, 25 olar. B çoxluğunda da cəmi 12 element olduğuna görə yaza bilərik 12 bölə 25. O da edər 0,48. 102-yə baxaq. Burada da deməli A çoxluğunda 15 element, B çoxluğunda 27 element, ortaq element sayı isə 12 olduğuna görə bu iki çoxluğun birləşməsində olan bütün elementlərin sayı
15 plus 27 minus 12, o da 30 olmuş olar. Və təsadüfən götürülən bir ədədin AB çoxluğunun kəsişməsində olması hadisəsinin ehtimalı. Kəsişmədə də 12 element olduğuna görə 12-nin 30-a nisbətinə baxırıq və 6-ya ixtisar eləsək 5-də 2 alınır. Ehtimal oldu 0,4. Baxaq 103-ə. Qutuda eyni formalı 9 ağ, 11 qara və x sayda qırmızı kürə var. Qutudan təsadüfən bir kürə çıxarılır. Çıxarılmış kürənin qırmızı rəngli kürəcik olması hadisəsinin ehtimalı 7-də 3 olarsa, qutuda neçə qırmızı kürə olduğunu tapın. Deməli, cəmi 9 ağ, 11 qara və tutaq ki, x sayda qırmızı kürəcik var. O zaman cəmi olur 20 plus x kürəcik. Çıxarılmış kürənin qırmızı rəngli olması. Qırmızının deməli çıxması üçün əlverişli hal sayı x olduğuna görə x-in 20 plus x-a nisbəti bərabər olar 7-də 3-ə. Və biz bu tənliyi həll etsək 7x bərabər 60 plus 3x, 4x bərabər 60, x bərabər 15 olar. Deməli 15 ədəd qırmızı kürəcik var imiş. Baxaq 104-ə. On iki ağ, torbada 12 ağ, 16 qara və x sayda qırmızı kürəcik var. O zaman cəmi 28 plus x sayda kürəcik var qutuda. Təsadüfən çıxarılan bir kürənin qırmızı rəngli olma ehtimalı 11-də 4-dür. Deməli, qırmızının sayı x olduğuna görə x-in 28 plus x-a nisbəti bərabərdir 11-də 4-ə. Və bu tənliyi həll etsək 11x bərabər 112 plus 4x. Buradan da 7x bərabər 112. X bərabər olar 16-ya. Deməli 16 ədəd qırmızı kürəcik vardır qutuda. Baxaq 105-ə. Eyni ölçülü ağ və qara kürəciklər olan torbada qara kürəciklərin sayı ağ kürəciklərin sayından 12 ədəd çoxdur. Tutaq ki, x sayda ağ kürəcik vardır. Qara kürəciklərin sayı ağ kürəciklərin sayından 12 ədəd çox olduğuna görə tutaq ki, x plus 12 sayda da qara kürəcik vardır. Təsadüfən bir kürəcik çıxarılır. Çıxarılanın ağ olması ehtimalı 4-də 1-dir. O zaman deməli ağ kürəciklərin sayını ümumi kürəciklərin cəminə bölürük. Yəni mümkün hal sayına. Bu da aydın məsələdir ki, 2x plus 12-dir. X-in 2x plus 12-yə nisbəti bərabərdir 4-də 1-ə. Və buradan bu tənliyi həll etsək 4x bərabərdir 2x plus 12. 2x bərabər 12. X bərabər 6. 6 ağ kürəcik vardır. Deməli, ümumi kürəciyin sayını soruşduğuna görə 2 vuraq 6 plus 12 yaza bilərik. Buradan da cavab oldu 24. Deməli, cəmi 24 kürəcik vardır. Baxaq digər məsələyə.
106 nömrəli məsələyə baxaq. Eyni ölçülü ağ və qara kürəciklər olan torbada qara kürəciklərin sayı ağ kürəciklərin sayından 7 ədəd çoxdur. Yenə də ağ kürəcik sayı x olsun. Qara kürəcik sayı x plus 7 olsun. Deməli, cəmi 2x plus 7 kürəcik var. Çıxarılan kürəciyin ağ olma ehtimalı 3'də 1'dir. Yəni, x-in 2x plus 7'yə nisbəti bərabərdir 3'də 1. Və biz bu tənliyi həll eləsək, 2x plus 7 bərabər 3x. Buradan da x bərabər 7 almış olarıq. Torbada ümumi kürəcik sayını soruşur. 7 ağ kürəciklərin sayıdır. Deməli, 2 vurulsun 7 plus 7. Cəmi 21 kürəcik var imiş. Baxaq 107 nömrəli məsələyə. Üçbucağın iki tərəfi verilib. Tərəfinin biri 6, biri 8, digəri isə məlum deyil. Bunu x ilə işarə edək. İki tərəf 6 və 8, üçüncü tərəfi tam ədəd olan üçbucaqlar ayrı-ayrı kartlara çəkilərək qutulara atılır. Geri qaytarılmadan ardıcıl olaraq təsadüfən seçilmiş 3 kartdan birincisinin düzbucaqlı üçbucaq, ikincisinin və üçüncüsünün bərabər yanlı üçbucaq olması hadisəsinin ehtimalını tapaq. Deməli, üçbucaq bərabərsizliyini əsasən tapaq ki, üçüncü tərəf hansı ədədlər ola bilər? Buradan x kiçikdir 6 ilə 8-in cəmindən 14, böyükdür 8 ilə 6-nın fərqindən və x burada aydın məsələdir ki, 3-dən 13-ə qədər qiymətlər ala bilər. Deməli, bu cür üçbucaqların sayı, yəni mümkün hal sayı bərabərdir 13 minus 3 plus 1 bərabər 11. Yəni, cəmi 11 üçbucaq vardır. İndi görək, bu şərti ödəyən neçə düzbucaqlı üçbucaq vardır. Deməli, 6-dır, 8-dir tərəflər. Pifagor ədədi olmalıdır burada, Pifagor üçlüyü. Onun üçün bu ədədlərdən yalnız onu götürə bilərik. Yəni, düzbucaqlı üçbucaq olmaq üçün bir hal var. Düzbucaqlı üçbucaq olmaq üçün bir hal var. Bərabər yanlı üçbucaq olmaq üçün isə belə ola bilər. 6, 6, 8 və ya 6, 8, 8 ola bilər. Burada isə iki hal mümkündür. Bərabər yanlı olması üçün. Bərabər yanlı üçbucaq olmaq üçün isə iki hal mümkündür. İndi ehtimalı tapsaq. Deməli, sual belə qoyulur ki, 3 kartdan birincisinin düzbucaqlı üçbucaq, yəni 11-də düzbucaqlı üçbucaq sayı 1'dir, 11-də 1. İkincinin və üçüncünün isə bərabər yanlı üçbucaq olması. Deməli, ikinci bərabər yanlı üçbucaqçı onda 2. Çünki artıq 11 üçbucaqdır. Bunun artıq birini çıxartmışıq, olub düzbucaqlı üçbucaq. Yerdə qalıb 13 bucaq. 13 bucaqdan da ikisi bərabər yanlı ola bilər ikinci halda. Üçüncü halda yenə də bərabər yanlı ola bilər. Artıq 2 üçbucaq çıxarıldığına görə 9 üçbucaq qalmışdır. Və 2 bərabər yanlı üçbucaqdan biri çıxarıldığına görə biri qalmışdır. Yəni, ehtimalı bu şəkildə yaza bilərik. Hadisələrin hasili şəklində, ehtimalların hasili şəklində. Bunu da hesablasaq, deməli, burada 2-yə ixtisar etsək, olar 1 bölünsün 495. Deməli, 107-də cavab oldu 1 bölünsün 495. Baxaq, deməli, 108-ci məsələyə.
Burada da üçbucağın iki tərəfi verilib. Tərəflərlə biri 5, biri 12'dir. Üçüncü tərəf x olsun. Deməli, bu sayda üçbucaqları tapmaq üçün x kiçik olmalıdır 12 ilə 5'in cəmindən, 17'dən. Böyük olmalıdır 12 ilə 5'in fərqindən, yəni 7'dən. Bu şərti ödəyən ədədlər 8'dən 16'ya qədərdir. Sayı tapmaq üçün mümkün hal sayın. 16'dan 8'e çıxıb üzərinə 1 əlavə eləyək və olur 9 üçbucaq. Yəni cəmi 9 üçbucaq ola bilər. Sonra isə deməli bunlardan ardıcıl olaraq 2 kart seçilir və birincinin düzbucaqlı üçbucaq, ikincinin bərabər yanlı. Deməli düzbucaqlı üçbucaq olmaq üçün ölçülər yenə Pifagor üçlüyü olmalıdır. 5, 12 və 13 ola bilər. Düzbucaqlı üçbucaq olmaq üçün burada da bir hal mümkündür. Bərabər yanlı olması üçün isə bərabər yanlı olmaq üçün deməli 12, 12, 5 ola bilər. Burada bir hal mümkündür. Niyə? Çünki biz 5, 5, 12 götürə bilmərik. Yəni bu zaman üçbucaq bərabərsizliyi ödənmir. Yəni biz bilirik ki, bir tərəf digər iki tərəfin cəmindən kiçik olmalıdır. 12, bir tərəf 12 olsa, digər tərəflər 5, 5 olsa, 12, 5 plus 5'dən kiçik olmaz. Yəni şərt ödənmir. Ona görə də tərəfləri 12, 5, 5 olan bərabər yanlı üçbucaq götürmək olmaz. Bunun üçün burada da bir hal mümkündür. Bir hal mümkündür. Şimdi bu zaman şərtləri açıqladıq. İndi ehtimalı tapsaq 9 üçbucaqdan birincisinin deməli düzbucaqlı üçbucaq, birini çıxarsaq yerdə 8 üçbucaq qalır. Onlardan da birinin bərabər yanlı üçbucaq olma ehtimalı və bunu hesablasaq alarıq 72'də 1. Cavab oldu 72'də 1. Baxaq digər məsələyə. %9'a baxaq. Bir mağazada müəyyən miqdardan artıq alış-veriş edən müştərilər birinci çarxı 2 dəfə fırladılar. Hər fırlanma nəticəsində çarxın oxu bir rəqəmin yerləşdiyi sektoru göstərir. İkinci fırlanma nəticəsində toplanan xal 7 olduqda müştəri ikinci çarxı fırladaraq düşən hədiyyəni qazanır. Deməli 2 dəfə fırlandığına görə mümkün hal sayı birinci deməli çarxda, fırlanma çarxında 4 xana var. Və burada mümkün hal sayı 4 vur 4 16 olar birinci çarxda. Və burada deməli xallar cəmliyi 7 olmaq üçün belə 3 ilə 4 halını, 3 xaldan 4 xalı seçə bilərik. Məsələn, birincidə 3, ikincidə 4 və bunun üçün də burada bir hal mümkündür. İkinci çarxda isə görürük ki, deməli 6 xana var və bu 6 xanadan telefon olma, deməli telefon 3 xanada var və 6 xanadan telefonun çıxma ehtimalı 6'da 3'dür. Ona görə də biz ehtimalı belə hesablaya bilərik ki, 16'da 1 vurulsun 6'da 3. O da bərabər olar 16'da 1 vurulsun 2'də 1 bərabərdir 32'də 1.
Baxaq 111-ə. Torbada eyni ölçülü bir neçə qara, 4 sarı və 7 mavi kürəcik var. Təsadüfi çıxarılan bir kürəciyin qara və ya mavi olması hadisəsinin ehtimalı 7-də 5 olarsa, qara kürəciklərin sayını tapın. Tutaq ki, qara kürəcik sayı x-dır. Onda cəmi neçə kürəcik vardır? X plus 4 plus 7 bərabərdir x plus 11. Cəmi x plus 11 kürəcik vardır. Təsadüfən çıxarılan bir kürəciyin qara olması ehtimalı, qara və ya mavi olması. Qara deməli olması x-dır. Bu zaman olar x plus 11-də x. Mavi olması isə x plus 11-də 7-dir. Mavilərin sayı 7 olduğuna görə bu da bərabərdir 7-də 5. Şimdi biz bu tənliyi həll etsək, x plus 11-də x plus 7, bu da bərabərdir 7-də 5 və bu tənliyi həll etsək, 7x plus 49 bərabərdir 5x plus 55 olar. Və buradan da 2x bərabərdir 6, x bərabər 3. Deməli, qara kürəciklərin sayı 3 imiş. Baxaq 112-yə. Torbada eyni ölçülü bir neçə qara, 4 sarı və 7 mavi kürəcik var. Təsadüfi çıxarılan bir kürəciyin qara və ya sarı olması hadisəsinin ehtimalı 0,5 olarsa, bütün kürəciklərin sayını tapın. Yenə tutaq ki, x qara kürəcik var. Onda cəmi kürəciklərin sayı x plus 11 olar. Çıxarılan kürəciyin qara və ya sarı olması. Bu zaman deməli qara olması ehtimalı x bölünsün x plus 11. Mavi olması isə, sarı olması isə 4 bölünsün x plus 11. Bu da bərabərdir 0,5. Buradan x plus 11'də x plus 4, 0,5'i də 2'də 1 şəklində yazaq. Və buradan həll etsək, 2x plus 8 bərabərdir x plus 11. X bərabər 3 olar. Bütün kürəciklərin sayını soruşur. Bütün kürəciklərin sayı da x plus 11'dir. 2x plus 11'dir. Və biz buradan deməli yazırıq. Bütün kürəciklərin sayı 3 plus 4 plus 7, bu da bərabərdir 14. Deməli 14 kürəcik vardır. Baxaq, deməli neçənci nömrəyə? 113-ə baxaq. Üzərində hərflər yazılmış 16 ədəd kart təsvir edilmişdir. Bu kartlar torbaya atılır və təsadüfi olaraq 3 kart torbaya qaytarılmamaq şərti ilə ardıcıl çıxarılır. Çıxarılan kartlardan birincisinin C, ikincisinin A, üçüncüsünün B hərfi yazılmış kart olması hadisəsinin ehtimalını tapaq. Deməli, cəmi 16 kart var. Cəmi 16 kart. Yəni, mümkün hal sayı 16'dır. Deməli, C kartlarının sayını saysaq görürük ki, 6 ədəddir. C-dən 6 ədəddir. A-dan 3 ədəddir. B-dən isə 7 ədəddir.
7 ədəddir. İndi deməli deyilən şərt əsasında biz ehtimalı hesablasaq, ehtimal bərabərdir. Çıxarılan birincinin S olması, yəni 16-dan 6, yəni 16 kartdan 6'sı S'dir. Artıq birini çıxartdığımıza görə 15'i qalmışdır. İkinci halda A'nın çıxma ehtimalı 15'də 3'dür. Artıq 2 kart çıxdığına görə 14 kart qalmışdır və qalan da B olmalıdır. B'nin də çıxma ehtimalı olur 14'də 7. Bu da bərabərdir. Hesablasaq 80'də 3 almış olarıq. 114'ə baxaq. Üzərində hərflər yazılmış 16 ədəd kart təsvir edilmişdir. Yenə də cəmi 16 kart vardır. Bu kartlar torbaya atılır və təsadüfi olaraq 3 kart torbaya qaytarılmamaq şərti ilə ardıcıl olaraq çıxarılır. Çıxarılan kartlardan birincinin B, ikincinin A, üçüncünün C yazılmış kart olması hadisəsinin ehtimalını tapaq. Deməli, birincinin B, ikincinin A, üçüncünün C olması. Baxaq görək B'lərin sayı neçə ədəddir? B'lərin sayı 7'dir. A'ların sayı 4'dür. C'lərin sayı isə 5'dir. İndi ehtimalı hesablasaq, birinci B çıxarıldığına görə 16'da 7, biri çıxarıldığından 15 ədəd qalır. 15'dən ikincinin A olmasına görə ehtimal 15'də 4, üçüncünün isə C olmasına görə ehtimal 14'də 5 olar. Və bunu hesablasaq 24'də 1 almış olarıq. %15'ə baxaq. İki tərəfi 7 və 11. Üçüncü tərəf isə natural ədəd olan üçbucaqlar ayrı-ayrı kartlara çəkilərək qutuya yığılır. Artıq biz belə suallara baxmışıq. Tutaq ki, bu verilmiş üçbucaqdır. Onda üçüncü tərəf ala biləcəyi qiymətlər 11 ilə 7'nin cəmindən kiçik, yəni 18'dən kiçik. 11 ilə 7'nin fərqindən, yəni 4'dən böyük olmalıdır. Bu şərti ödəyən x'lar deməli 5'dən 17'yə qədər olan qiymətlər ala bilər. Beləliklə, üçbucaqların sayı bu şərti ödəyən üçbucaq sayı on 7 çıxaq 5 plus 1 olar. O da 13 edər. Deməli, cəmi bu şərti ödəyən belə 13 üçbucaq vardır. Geri qaytarılmadan ardıcıl olaraq təsadüfən seçilmiş 2 kartdan birincinin üzərində bərabər yanlı üçbucaq, ikincisində isə müxtəlif tərəfli üçbucaq olması hadisəsinin ehtimalını tapın. Deməli, tərəfləri ikisi 11 və 7 olan düzbucaqlı üçbucaq yoxdur. Yəni, bu şərti ödəyən bu ədədlər sırasında olan. Ona görə baxaq görək bərabər yanlı hansı ola bilər. Bərabər yanlı 11, 11, 7 ola bilər və 11, 7, 7 ola bilər. Yəni bu şərti ödəyən bərabər yanlı olması üçün 2 hal mümkündür. Deməli 13'dən ikisi bərabər yanlı olduğuna görə yerdə qalır 11. 11 halda isə müxtəlif tərəfli ola bilər. Müxtəlif tərəfli. İndi ehtimalı hesablasaq. Deməli 13 üçbucaqda birinci çıxarılanın
beraber yanlı olması ehtimalı olur. 13'də 2. Artıq bir üçbucaq çıxarıldığına görə yerdə 12'si qalmışdır. Müxtəlif tərəfli olma ehtimalı da olar 12'də 11. Və bunların hasilinə baxsaq, bərabər olar. Deməli 2 ixtisar etsək burada 78'də 11 almış olarıq. Deməli 115'də cavab oldu 78'də 11. Baxaq 116 nömrəliyə. Yenə də üçbucaq verilib. Tərəflər ikisi 9 və 13'dür. Üçüncü tərəf x olsun. Bu zaman x 13 ilə 9'un cəmindən kiçik, fərqindən böyük olmalıdır. Bu şərti ödəyən üçbucaqların sayı 5'dən, üçüncü tərəfi 5'dən 21'ə qədər qiymətlər ala bilən üçbucaqlardır. Onda üçbucaqların ümumi sayı olar 17. Deməli, buradan da birinci çıxarılanın bərabər yanlı, ikincinin isə müxtəlif tərəfli olması. Bərabər yanlı olması üçün bu hallar ola bilər. 9, 13, 13. 9, 9, 13. Yəni, iki halda bərabər yanlı üçbucaq ola bilər. Aydındır ki, digər hallarda müxtəlif tərəflidir. Yəni 13'dən də 17 hal olduğuna görə ümumi hal. Bu ümumi haldır. 17'dən də 2 çıxsaq 15. 15 halda müxtəlif tərəfli üçbucaqların sayıdır. İndi ehtimalı hesablasaq, İlk önce çıxarılanın bərabər yanlı olması üçün 17'də 2 vurulsun. Artıq bir üçbucaq çıxdığından 16 üçbucaq qalıb. 16'dan da 15, 16'da 15'də müxtəlif tərəfləri müxtəlif olan üçbucaqların sayıdır. Və biz burada ehtimalların hasilinə baxırıq. Bu hadisənin baş verməsi belədir ki, bir hadisənin baş verməsi digərinə təsir edir. Yəni birinin baş verməsi digərinin baş verməsindən asılıdır. O zaman da ehtimalların hasilinə baxırıq. Birincini nəzərə almaq şərti ilə. Ona görə də burada ehtimalı hesablasaq olar 136'da 5. 136'da 15. Baxaq 117 nömrəli məsələyə. Eyni ölçülü ağ və qara kürəciklər olan torbada qara kürəciklərin sayı ağ kürəciklərin sayından 10 ədəd çoxdur. Geri qaytarılmadan təsadüfən 2 kürəcik ardıcıl çıxarılır. Birinci kürəciyin ağ olması ehtimalı 4'də 1'dir. Birinci çıxarılan kürəcik ağ olarsa, ikinci çıxarılanın qara olması hadisəsinin ehtimalını tapaq. Deməli, ağ kürəciklər olsun x. Qara kürəciklərin sayı olur x plus 10. Çünki qara kürəciklərin sayı ağ kürəciklərin sayından 10 ədəd çoxdur. Onda cəmi olur 2x plus 10 kürəcik. Deməli, geri qaytarılmadan təsadüfən 2 kürəcik çıxarılır. Birinci kürəciyin ağ olması ehtimalı. İndi birinci ağın olma ehtimalını tapaq. Deməli, birincinin ağ olma ehtimalı olur. X'ın 2x plus 10'a nisbət. Bu olur.
və birincinin də ağ olma ehtimalı 4də 1-dir. Yəni x bölünsün 2x plus 10-u 4də 1-ə bərabər edirik. Və bu tənliyi həll etsək, x bərabər 5 olar. Deməli, 5 ağ kürəcik var imiş. Bunu qeyd edək. Deməli, birinci 5 ağdırsa, o zaman qaraların sayı olar, qara kürəciklərin sayı olar 5 plus 10. 15 qara kürəcik olar. Cəmi də 20 kürəcik olar. 5 ilə 15-in cəmi 20 olar. İndi bizə deyir ki, sualda belə deyilir ki, birinci çıxarılan kürəcik ağ olarsa, ikinci çıxarılan kürəciyin qara olması hadisəsinin ehtimalı. Birinci ağ çıxıbsa, indi torbada deməli birinci ağ çıxdısa, ikinci bura yazaq da bu birinci addım olsun. Burada ikinci addım qeyd edək. Birinci ağ olubsa, artıq qalan ağların sayı 4 olar. Qaranın sayı yenə də 15-dir torbada. Amma bu zaman cəmi 19 qalmışdır. 19 kürəcik qalmışdır. Deməli, bu zaman ikincinin qara çıxma ehtimalı nə olar? 19'da 15 olar. İkincinin qara olma ehtimalı oldu. 19'da 15. %18'ə baxaq sonuncu məsələmizə. Eyni ölçülü ağ və qara kürəciklər olan torbada qara kürəciklərin sayı ağ kürəciklərin sayından 15 ədəd çoxdur. Yenə də ağ kürəciyin sayı olsun x, qara kürəciyin sayı olar x plus 15. Cəmi oldu 2x plus 15 kürəcik. Birinci kürəciyin ağ olma ehtimalı 5də 1-dir. Deməli, P ağ yazaq belə birinci ağ bərabərdir x-in 2x plus 15'ə nisbət. Ağın da çıxma ehtimalı 5də 1 olduğuna görə bunu 5də 1'ə bərabər etsək və həll etsək, deməli 2x plus 15 bərabərdir 5x, 3x bərabər 15, x bərabərdir 5. Deməli 5 ağ kürəcik var imiş. Yəni birinci mərhələdə deməli 5 ağ, 5 plus 15, 20 qara və cəmi neçə kürəcik edir? Cəmi olur, yəni 20 qara, cəmi oldu 20 ilə 5'in cəmi 25. Cəmi 25 kürəcik. Deməli, bu oldu birinci addım. İkinci addımda isə deməli çıxan kürəciyin qara olma hadisəsi. Deməli, artıq biz bir ağ çıxardığımıza görə artıq qalmışdır ağların sayı 4 ədəd. Qaraların sayı hələ ki yenə də 20'dir, çünki qara çıxarılmamışdır. Amma cəmi olur 24 kürəcik. Çünki artıq birinci deməli
etapda ağ kürəcik çıxarılmışdır. İndi ikincinin qara olma ehtimalı. Birinci ağ olub artıq. İkincinin isə qara olma ehtimalı bərabər olar 24-də 20-yə. Bunu da 4-ə ixtisar etsək 6-da 5 almış olarıq. Bununla biz ehtimal məsələlərinə baxdıq və hər birini həll etdik. Hələlik sağ olun uşaqlar. Gələn dərslərimizdə görüşənədək.